Salam, hər vaxtınız xeyir. Bugünkü dərsimiz sınaq 1-dir, C variantı. Deməli, birinci tapşırıqdan başlayaq. Ülkər pulunun 5də 1-nə dəftər, qalan pulunun 3də 1-nə kitab aldıqdan sonra 120 manat pulu olarsa, o kitaba nə qədər pul xərcləyər? Deməli, belə tipli məsələləri bəzi uşaqlar tam hissə modeli ilə, bəzi uşaqlar isə tənlik qurmaq yolu ilə daha asan yolla izah eləyə bilir. Ona görə də burada mən hər iki variantı izah edəcəyim. Yəni, həm tənlik qurmaqla, həm də tam hissə modeli ilə. Deməli, bizə birinci deyir ki, Ülkər pulunun 5də 1-nə dəftər aldı. Deməli, pulu bunun, tutaq ki, Ülkərin pulu x manatdır. X manatdan 5də 1-nə dəftər aldı. Deməli, pulunun 5də 1-ini çıxdı. Çıxılsın 5x. Qalan pulunun, deməli, bizdə qalan pul oldu. Bundan bunu çıxanda olur. X çıxılsın 5də 1x bərabərdir 5də 4x. Həmən bu 5də 4x-in isə 3də 1-nə dəftər aldı deyir. Deməli, bu oldu 5də 4x çıxılsın, daha doğrusu çıxılsın, vurulsun, həmən pulun 3də 1-i. O da bərabərdir 15də 4x-də. Bu da dəftərin pulu oldu. İndi sonra deyir 120 manat pulu qaldı. Deməli, bütöv pulumuz bunun x manat idi. X manatdan çıxasıyam kitabın pulunu, yəni 5də 1x üstəgəl dəftərin pulunu 15də 4x. Bunlardan da sonra axırda bunun 120 manat pulu qaldı. Tənliyi həll eləsəm, deməli 5-dən 15-ə ortaq məxrəc 15 olsa, 15-də 3x-in üstünə də 4x gələndə eləyər 7x bərabərdir 120-yə. Buradan 15-də 8x bərabərdir 120-yə. X-i də tapsam, 120-ni bölməliyəm 15-də 8-ə, vururam 8-də 15-ə. Bərabərdə 120 ilə 8 ixtisar gedir. 12-də 8 bir dəfə, orada qalır 4, 40-da da 8 5 dəfə. 15-i də 15-ə vuranda eləyir 225. Axırda soruşur ki, o kitaba nə qədər pul xərclədi? Pulunun 5də 1-nə dəftər aldı deyir, qalan pulunun 3də 1-nə. Deməli, biz bayaq dəftəri bunu götürmüşdük də. Ona görə də yazıram dəftər, kitab. Bərabərdir 15-də 4 vurulsun, 225-də 15 vurulsun, 15-dirsə, 15-lər burada ixtisar gedir, 4-də 15-ə vuranda eləyir 60 manat. Deməli, o kitaba 60 manat pul xərcləmişdir. Bu oldu məsələnin tənlik qurmaq yolu ilə həlli. İndi eyni məsələni tam hissə modeli ilə işləyək. Deyir ki, Ülkər pulunun 5də 1-nə dəftər aldı. Deməli, bu model qururam. Tutaq ki, bu model Ülkərin bütöv puludur. Bunu bölürəm 5 yerə. Bir dənəsinə dəftər aldı. Deməli, bu oldu dəftər. Qalan pulu bunun bu qədərdir. Bu qədər pulu qaldı. Qalan pulunun 3də 1-nə kitab aldı. Deməli, bu kitabı bölürəm, qalan pulunu bölürəm 3 yerə. Burada oldu kitab. Sonra deyir 120 manat pulu qaldı. Deməli, axırda qalan pul oldu. Bu 120 manat. 2 hissə 120 manatdırsa, deməli 60, bu da 60 olasıdır. Onda bu da 60 olasıdır. Elə buradan da kitabın qiymətini birbaşa 60 tapıram. Daha bir də məsələni uzatmağa ehtiyac yoxdur. Əgər məsəl üçün bizdən soruşsaydı ki, əvvəlcə bunun nə qədər pulu var idi? Onda bu 60, 60, 60 eləyərdi 180. Eyni qayda ilə buradakı 4 dənə də 180. 180-dan 4 dənə olduğuna görə hamısı oldu bunların 45-45. Onda dəftər də 45 manatdır. Və bütöv pulunu soruşursa 45-i də 5-ə vurmaqla məsələni həll eləmiş olarıq. Deməli, tam hissə modeli ilə daha rahat oldu. Nəinki tənlik qurmaq yolu ilə. İndi baxıram tapşırıq 2-yə. Tapşırıq 2-də deyir ki, qarşılıqlı sadə ədəddir. Qarşılıqlı sadə ədədlərdirsə, bunların əkobu hasilinə, yəni AB-yə, əbobu da 1-ə bərabərdir. AB üstəgəl 1 bölünsün. Burada da yenə əkobunun yerinə yazıram AB bölünsün 1. Bərabərdir. AB-ni 1-ə böləndə elə AB eləyir. AB üstəgəl 1-i AB-yə bölürəm.
AB üstəcəl 1 bölünsün AB deyil olduğu kimi qaldı burada. 2-də də olası D variantı. Üçüncü məsələ. İki avtomobil Bakıdan Laçına yola yük daşıyır. Birinci avtomobil gedib qayıtmağa 20 saat, ikinci avtomobil isə 24 saat vaxt sərf edir. Deməli, gedib qayıtmağa. Onlar eyni anda Bakıdan hərəkətə başladıqdan ən azı neçə saat sonra yenə də hər ikisi eyni anda Bakıda olarlar. Deməli, bu 20 saata gedib qayıdır, o da 24 saata gedib qayıdırsa, eyni vaxtda çıxır, eyni vaxtda qayıtmaqdan ötürü biz burada tapmalıyıq burada. Əkop 20 və 24'dür. 24 vurulsun 5'dir. 24'də 4 vurulsun 6'dır. Onda əkop dolası 4 vurulsun 5 vurulsun 6. Bu da eləyər 20. 20'ni də 6'ya vuranda 120. Deməli 120 saatdan sonra yenidən eyni yerdə rastlaşasıdırlar. Dördüncü tapşırığı həll eləmək üçün bunların hər üçünü ayrı-ayrı kəsirdə yazıram. Deməli, həm 3n kvadratını n-ə bölürəm, həm 6n-i n-ə bölürəm, həm də 15'i bölürəm n-ə. Burada n kvadratı ilə n ixtisar edir, qalır 3n üstəgəl n-lər ixtisar edir 6 üstəgəl 15 bölünsün n. İndi suala cavab verim. N-in neçə dənə natural qiymətində kəsirinin qiyməti natural ədəd olar. Deməli, burada 3n n-in natural qiyməti oldu. 3'ə vuranda yenə natural. Üstünə 6 gəlsəm yenə natural. Deməli, bizdə problem yalnız 15 bölünsün n-in natural ədəd olması lazımdır. Bu da təbii ki 15'in bölənləridir. 1 ola bilər, 3 ola bilər, 5 ola bilər, bir də 15 ola bilər. Vəssalam 4 dənə qiymətində sayını soruşur bizdən. Verilmiş kəsirin qiyməti natural ədəd olar. 5 nömrəli tapşırığa baxaq. Alfa və beta daxili bir tərəfli bucaqlar olduğuna görə bunların cəmi 180 dərəcədir. Alfa plus beta bərabərdir 180 dərəcə. Və bir dənə də şərt verdi bizə ki, beta çıxılsın alfa bərabərdir 40 dərəcə. Bizdən betanı soruşur. Betanı soruşduğuna görə ilə bunları tərəf-tərəfə toplasam, beta ilə betanı toplayanda alaram 2 beta. Alfa ilə də mənfi alfa islah gedər. 180-dan da 40'ı toplayanda eləyər 220. Buradan beta da bərabərdir 220 bölünsün 2, o da bərabərdir 110 dərəcə. İndi deyir ki, alfa, yox, o alfanı da tapmalıyım. Əgər beta 110'dursa, təbii ki, alfa da bərabərdir 70 dərəcə. İndi bizdən deyir ki, alfa bucağı betanın hansı hissəsini təşkil edir? 110'da 70 hissəsini təşkil edir. Bunları da 10'a ixtisar eləsəm, elə 11'də 7. 11'də 7'də B variantına uyğun gəlir. Kəsirinin düzgün kəsir edən ən kiçik tam ədədi tap. Düzgün kəsir olması üçün surət, yəni 3n üstəgəl 6 kiçikdir. Məxrəcdən 7-dən çıxılsın 18'dən. İndi bu 18'i də bu tərəfə gətirsəm, olar 24 kiçikdir. 7-dən çıxılsın 3n-dən, 24 kiçikdir 4n-dən. Hər tərəfi də 4'ə bölsəm 4 kiçikdir n-dən. Bu da deməkdir ki, n böyükdür 4'dən. N'in 4'dən böyük qiymətində deyirsə, indi baxırıq nəyə? Deməli, bunu tapdım. Kəsirin deməli, məxrəci də, surəti də müsbət ədəd olmalıdır. N böyükdür. Bir dəqiqə, bunları mən 4'ə 6 olmalıdır. N böyükdür 6'dan. 6'dan böyükdürsə, deməli 7 versəm məsəl üçün, bu surət məxrəc 49'dan 18 çıxacağım. Qalası da 31. 18'in üstünə də 6 gələndə 24. Deməli 6'dan böyük ədədimiz, ilk böyük ədədimiz olasıdır. 7, ona görə də həmin cavablar içərisində ən kiçiyi 7 qəbul edirik. 7-ci tapşırıq. Kəsirlərin qiymətini, mötərizələrin qiymətini hesablayaq. 1'də 1'dən, daha doğrusu 2'də 2'dən, 2'də 1'i çıxanda qalır birinci mötərizənin cavabı 2'də 1. 4'də 4'dən, 4'də 1 çıxanda qalır 4'də 3. Vurulsun 6'da 6'dan da 6'da 1 çıxanda qalır 6'da 5. Bir dənə də var, üstəgəl 1000'də 125'dirsə, bu da 8'də 1 eləyir. Bərabərdir. Bunlar bir-birinə vuranda bir dənə burada 3 ilə 6 ixtisar edir. Burada qalır 2.
2-dirsə deməli 8-i 2-yə vururam. Olur 16-da 5 üstə gəl. Bu 8-də 1-i də 16-ya gətirsəm 16-da 2. Bu da eləyər 16-da 7. 16-da 7-də ixtisar getmir. Olur D variantı. 8-ci əkob hesablayın deyir. 48-i sadə vuruqlarına ayırsam, onlar 2. 24. Yine 2'ye bölünür 12. 2'ye bölünür 6. 2'ye bölünür 3. 3'e bölünür 1. 180'in sadə vuruqları. Axırda 180'de 0 olduğuna göre 2 ile 5'e yani 10'a bölürəm olur 18. 2'ye bölürəm 9. 3'e bölürəm 3. 3'e bölürəm 1. Bunların əkobunu tapanda böyüyü yəni 180'i bütöv götürürəm. Ortaqların üstündən xətt çəkirəm. 2'lər getdi. Bir dənə də burada axırda 3'lər getdi. Balacada ortaq olmayanlar yəni 4'ə vururam. 18'i də 4'ə vuranda 72 eləyir. Yanında da 0 qoyuram. 720 olur. Verilmiş ədədlərin əkobu. 8'də də E variantı. 9'da kəsirlərindir. Kəsirləri müqayisə edin. Kəsirləri müqayisə etmək üçün ya məxrəcləri eyni olmalıdır, ya da surətləri. Burada baxıram ki, surətləri eyniləşdirmək daha məqsəd uyğundur. Hamısını 2000 eləyirəmsə, bu olur 20, 2 dənə də 0, yəni 100'ə vururamsa, məxrəcdə olur 900. Sonra bunu 10'a vururam, ikincini. Olsun 2000, məxrəcdə də 990. Üçüncü də elə surəti 2000'dir, məxrəcdə də 999 var. Surətləri eyni olan kəsirlərdən məxrəci kiçik olan böyük, böyük olan kiçikdir. Deməli, ən böyük kəsirimiz bu birincisidir. Çünki ən balacası məxrəci burada 900'dür. Ona görə də olur SAB, yəni ən kiçik S, sonra B, sonra SBA. 9'da E variantı. Bunlar məxrəclərini də eyniləşdirmək olardı, amma asandır surəti eyniləşdirmək. 10 nömrəli tapşırıqda deməli qayda bilməliyik ki, bunların ikisinin cəmi bu ortadakı bucağa bərabər olmalıdır. Nəyə görəsini də deyim. Bax, buradan 2 yerə bölürəmsə, yəni burada x plus 60, burada x plus 60 olur. Burada 2x plus 40'dırsa bu B'nin bu bir tərəfdə 2x plus 40 olur. Yəni ikisinin cəmi 7x üstə gəl 20 olmalıdır. Yazaq x üstə gəl 60 üstə gəl 2x üstə gəl 40 bərabər olmalıdır 7x üstə gəl 20'ye. Deməli burada eləyir 100. 20'yi də keçirirəm bu tərəfə çıxılsın 20 bərabərdir 7x, bu da eləyir 3x, bu tərəfdə keçəndə mənfi 3x. 80 bərabərdir 4x-ə, x də bərabərdir 20'ye. Bizə elə x'i soruşur, x'i də tapdım. A variantı. Bu oldu 10 nömrəli tapşırığımız. 11'ə baxaq. Ədədinin natural bölənlərinin sayını tapın. Deməli, biz bilirik ki, natural bölənlərin sayını tapmaq üçün bunu sadə vuruqlarına ayırmalıyam. Yəni 2 vurulsun 3 üstündə 7. Bu isə həm 2 üstündə 7, həm də 3 üstündə 7 deməkdir. Natural bölənlərin sayını tapanda dərəcələrin üzərinə 1 gələrək sadə vuruqların dərəcələrini bir-birinə vurmaq lazımdır. 8'i də 8'ə vuranda eləyər 64. 64 da uyğun gəlir C variantına. 12 nömrəli tapşırıqda ədədin 75'ə tam bölünür. Ədəd 75'ə tam bölünürsə, A-nın ala biləcəyi qiymətlərin cəmini tapın. Deməli, 75 3 vurulsun 25 deməkdir. Əgər bu ədəd 75'ə bölünürsə, deməli həm 3'ə, həm də 25'ə qalıqsız bölünməlidir. 25'ə bölünmə əlaməti biz bilirik ki, axırı 0, 0, 25, 50 və 75 olmalıdır. Ki 25'ə bölünsün. İndi burada 2 olduğuna görə bu B mütləq 5 olmalıdır. Yəni bu başqa variantı yoxdur. 7A2B ədədinin bu 100% 25'ə bölünür. Deməli, həm də 3'ə bölünməsi üçün burada bu problem A'dadır. İndi baxıram. 7, 7. Deməli, bunları toplayıram, eləyir 14. 14 olmaqdan ötürü A'nın yerinə 1 yazanda eləyər 15. 15 3'ə bölünür. Sonra 1 yazandan sonra yaza bilərəm burada. 3 3 artırıram 4. Bir dənə 3'dən artırıram olur 7 və salam. Bu qiymətlərdən başqa A qiymət ala bilməz. Bunların da cəmini tap deyir. 5 bu da 7 eləyər 12. 12'də də cavab olur B variantı.
Növbəti testimiz. Tənasübdən x bölünsün y nisbətini tapın. Deməli, burada müxtəlif üsullarla tapmaq olar və ən əsas qəşəngi də budur ki, orta ədlərin yerini dəyişdikdə tənasübün, deməli, doğru tənasüb alınır. Orta ədlərin əvvəlcə yerini dəyişdirim. 16 bölünsün 20 yazım. 3x-i keçirim bu tərəfə. 3x bölünsün 9y yazım. Bunları da kəsirlə yazsaq, 16 bölünsün 20 bərabərdir 3x bölünsün 9y. Bizə də x bölünsün y-i tap deyirsə, deməli, bunun həm sağına, həm soluna, bir də bu ixtisar eləyim, daha rahat olsun. 16 bölünsün 20 bərabərdir x bölünsün 3y. İndi sağı da 3'ə vururam, solu da 3'ə vururam. Ki, daha burada x bölünsün y qalsın. Bu tərəfdə x bölünsün y qalır, 3'lər ixtisar gedir. Bu bir tərəfdə də 20 ilə 16'nı ixtisar eləyim, 4'ə 4 qalsın, burada da 5. Məxrəcdəki 5 qalır. 3'ü də 4'ə vuranda 12 olur. Deməli, 5 deyib 15 yazdım. Məxrəcdəki 5 qalır. 3'ü də 4'ə vuranda olur 12. X bölünsün y bərabərdir 12 bölünsün 5. X bölünsün y bərabərdir. 12'də də 5 olar 2 dəfə. 20'də də 5 4 dəfə. X bölünsün y deməli 22,4'ə bərabərdir. 14 nömrəli məsələ. Uzunluğu 100 cm olan parça üzərində qeyd olunmuş nöqtə onu birinin uzunluğu digərinin 3'lük hissəsini təşkil edən iki parçaya bölünür. Bu əvvəl izah elədiyim testlərdə də demişdim ki, bu 3'də 2'ni kəsirlə yox, birinə 3k, birinə də 2k yazmaqla dəll eləmək olur. Deməli, bunların bütöv uzunluğu dolayısıyla 100. 5k 100'dürsə, k da bərabərdir 20'dir. Onda böyük parçamız 3k 60, kiçik parçamız 2k 40 olar. Bizə də böyüyünü soruşursa, deməli 60 götürməliyəm. 14'də də D variantı. 15 nömrəli kəsirləri həll etmək üçün üçünü də ortaq məxrəcə gətirmək lazımdır ki, buradan x-i tapa bilim. Üçünə də ortaq məxrəcə ilə qəşəng 90 olur. 90'da 7 qalsın. Kiçikdir. Bu birini 90'a gətirəndə 90'da 2x olur bu. Bu birini də 90'a gətirəndə 90'ı 5'ə böləndə 9'da 5, bir dəfə 40'da da 5, 8 dəfə 18. İndi burada məxrəclər eynidirsə, deməli, daha doğrusu məxrəclər eynidirsə də belə deyim. Surəti kiçik olan kiçik, böyük olan böyükdür. Deməli, burada yaza bilərəm ki, 7 kiçikdir. 2 kiçikdir 18. Bunların da hamısını 2'yə bölsəm, alaram ki 3,5 kiçikdir x-dən, o da kiçikdir 9'dan. 3,5 ilə 9'un arasında olan tam ədədlərindir. X-in natural qiymətlərinin cəmini tapın. 4 olasıdır, 5 olasıdır, 6 bir də 7 və 8. Bu aralıqda olan tam ədədlər bunlardır. Bunların da cəmini tapsam, 4 ilə 8'in 12, 5 ilə 7'in də 12, 12 ilə 12'ni eləyir. 12, 12, 24, üstünə də 6 gələndə eləyər 30. 30 da olur, burada A variantı. 16 nömrəli tapşırıqdan tənasübü deyir tapın. Tənasübdən 1 bölü x-i tapın. Yəni, burada x-in ədəsi onun tərsini tapmalıyım. Tənasübün kənar ədlərinin asili orta ədlərin asilinə bərabərdir. 2x vurulsun 9. Bərabərdir 15 vurulsun 4'ə. Buradan x də bərabərdir 15 vurulsun 4'ü 2 vur 9'a bölməliyəm. 2 ilə 4'ü ixtisar eləyək 2. Bundan da bunu ixtisar eləsəm burada qalar 3, burada da qalar 5. Deməli oldu 3'də 10. 3'də 10'un 1 bölünsün x də tərsidir. Onda 1 bölünsün x də bərabərdir 10'da 3'ə. Onda 3'ü də 0,3 kimi yazmaq olar. 0,3 oldu cavabı. 17 nömrəli tapşırıq. Qarşılıqlı sadə ədədlərdir. Həmən olar. Qarşılıqlı sadə ədədlərdir. Deyir, A plus B cəmini tapın. Deməli, hələ ki burada qarşılıqlı sadə ədədlərdən axırda istifadə eləyərik yəqin ki. Burada tənasüb kimi bunları bir-birinə vura bilərəm. Amma əvvəlcə ixtisar eləyim ki, biraz ədədlər, balaca ədədlər alınsın. 17'də. Deməli, 3 A üstəgəl 2 AB üstəgəl 23 bərabərdir.
Bu 96'nı yaza bilərəm. 6 vurulsun 16 kimi. 900'ü də yazaq. 9 vurulsun 100 kimi. İxtisar rahat eləyim. 6 ilə bunu ixtisar eləyərəm. Burada qalar 2. Burada qalar 3. Sonra 16 ilə də 100'ü ixtisar eləsəm məxrəcdə qalar 25, surətdə qalar 4. Və salam, deməli bu elədi 75, surət oldu 8. İndi burada bir şey var ki, burada əgər 8 ilə 75 qarşılıqlı sadədlərdirsə, deməli bu 3A üstəgəl 2 ilə AB üstəgəl 23 də qarşılıqlı sadədədir. Yəni surət bərabər olmalıdır 8-ə, məxrəc də bərabər olmalıdır 70-ə. Onda surəti 3A üstəgəl 2-ni 8-ə bərabər eləyirəmsə, 3A bərabərdir 6, A da bərabərdir 2 alınır. A'nın yerinə də AB üstəgəl 23'də 2 yazmalıyım. Bu da deyir 75'ə bərabər olmalıdır. Deməli buradan A'nın yerini 2 yazanda olur 2B bərabərdir. 75 çıxılsın 23, bu da eləyər 52. B də bərabərdir 26'ya. A ilə B'nin cəmini soruşur bizdən. A üstəgəl B də bərabərdir 2 üstəgəl 26. O da bərabərdir 28'ə. Deməli cavab 28'dir. 18 nömrəli tapşırığı həll eləməkdən ötürü bizim qaydamız var ki, x'i tapmaq üçün bu kənardakı bucaqları toplayıram. 100 üstəgəl 150. Alınan cavabdan 180'i çıxmalıyım. Bu da eləyir 250 çıxılsın 180 eləyər 70 dərəcə. Alfa bərabərdir 70 dərəcə. 19. Açıq bucağın təpə nöqtəsindən keçən şua onu 3 dənə hissəyə bölür. Birinci və üçüncü bucağın tən bölənləri arasındakı bucağı tapın. Açıq bucaq deyirsə, deməli 2K üstəgəl 3K üstəgəl 4K bərabər olmalıdır 180'a açıq bucağa. 9K bərabərdir 180, K da bərabərdir 20. Deməli onda açıq bucağımız bizim 3 yerə bölündü. 20'ni 2'yə bölürəm, bu eləyir 40. Sonra 20'ni 3'ə vururam 60. Bu olasın 60. Bu tərəfdə olsun 80. İndi bizə deyir ki, birinci və üçüncü bucağın tən bölənləri. Deməli bunun tən bölənini çəkirəmsə, bura qalır 40. Bunun tən bölənini çəkirəmsə, bura qalır 20. Deməli mən tapmalıyam bunu. Deməli yəni 20 üstəgəl 40 üstəgəl 60'ı. Bərabərdə 60'dan da 60'ı toplayanda eləyər 120 dərəcə. Deməli bunun da cavabı 120 dərəcə oldu. Bucağa qonşu olan iki bucağın cəmi 210'dur. Bu bucağın dərəcə ölçüsünü tapın. Deməli qonşu bucaqlar aydındır ki, cəmi 180 dərəcədir. Burada iki bucağın cəmi 210 dediyinə görə bunlar qarşılıqlı bucaqlardır. Yəni 2 alfa bərabərdir 210'a. Onda alfa da bərabərdir 105'ə. Beta isə bunun qonşusudur. Yəni 180 çıxılsın 105. O da eləyər 75 dərəcə. Burada da oldu 75 dərəcə. 21 nömrəli məsələ. 4'də 3 hissəsi 150 olan ədədin 10'da 1 hissəsini tap. Deməli bunları ayrı-ayrı da tapmaq olar. Birbaşa da 150'ni 4'də 3 hissəsi 150'dirsə bölməliyəm 4'də 3'ə və 10'da 1'ini tapdıysa vurmalıyam 10'da 1'ə. Bunu da bölməni bir dənə vurma ilə əvəz eləsəm, 150'ni 3'də 4'ə vurub, sonra da 10'da 1'ə vurmalıyım. Sıfırları hələ ki buradan isti-isti ixtisar eləyim. 3 ilə də 15 ixtisar gedir. 3'ə 1 qalır, burada da 5 qalır. Məxrəcdə 1 qaldı, 5'i də 4'ə vuranda surətdə qaldı. O da elədi 20. Deməli 20'dən gedir söhbət. 22 nömrəli tapşırıqda 2 rəqəmli ədəd verir. AB natural bölənlərinin sayını tapın. 2 rəqəmli ədədin açılışı ilə başlayaq yazmağa. Surətdə AB üstündə xəttin yerinə 10A üstəgəl B yazıram. Çıxılsın. Bu da 10B üstəgəl A'dır. Qabaqda da çıxma olduğuna görə 10B çıxılsın A olasıdır. Məxrəcdə də A üstəgəl B bərabərdir 5'ə. Surətdə 10A'dan A çıxanda qalır 9A. B'dən də 10B çıxanda qalır -9B bərabərdir. AB-ni də 5'ə vururam.
5A üstəgəl 5B'ye. 9A'dan 5A'nı çıxıram və 9B ilə də 5B'ni toplayıram. Bu eləyir 4A bərabərdir 14B. İndi hər tərəfi bölüm 2'ye olsun. 2A bərabərdir 7B'ye. Burada da A 7'dir, B də 2'dir. Deməli AB 2 rəqəmli ədədimizin 72'ye bərabər olduğunu tapdım. 72'nin sadə vuruqlarına ayıranda 8 vur 3 olduğuna görə 2 üstü 3 vurulsun 3 üstü 2'dir. Bunu da natural bölənlərin sayını tapmaq üçün 3'ün üstünə 1 gəlməliyəm. Bir də 2'nin üstünə 1 gəlməliyəm. Bir-birinə vurmalıyam. 4'ü də 3'ə vuranda eləyər 12. Deməli natural bölənlərinin sayı 12 dənədir. 23 nömrəli tapşırığa baxaq. Burada bilirik ki, əköbü tapmaq üçün əvvəlcə vuruqlarını ayırmaq lazımdır. Yəni 3x'i vuruqlarına ayırıramsa 3 vurulsun x olur. 2x'in vuruqlarına ayrılması 2 vurulsun x'dir. Onda burada əköb bərabərdir. Böyük götürürəm 3x, kiçikdə olmayan vuruğa, yəni 2'ye vururam. Eləyir 6x. Əbəbi isə hər ikisində ortaq olanlardır. Ortaq olan bir dənə görürəm ki, x'dir. İndi yerinə qoyuram. Əköb 3x, 2x'in yerinə yazıram 6x vurulsun. Əbəbin də yerinə x bərabərdir. 6x kvadratı çıxılsın 2x üstəgəl 18. Sağdakı, soldakı da 6x kvadrat eləyir. Və 6x kvadratları islah gedir. İslah gedəndə qalır 2x'i keçirsəm bu tərəf olur müsbət 2x bərabərdir 18'ə. X də bərabərdir 9'a. Elə bizdən də 8x'in qiymətini soruşur 9. 24'də deyir ki A'yı tən böləndir. A'yı tən böləndir. Sonra BA'yı və bu bucaq x plus 30 dərəcədir. A7 bu bucaq da 4x üstəgəl 60 dərəcədir. Bizdən bucaq AB yeni bu bucağı soruşur. İndi o bucaqda tən bölən olduğuna görə deməli burada x plus 30'dur. X plus 30 ilə də bu 4x plus 60 daxili bir tərəfli bucaqlardır. Onda onların cəmi 180 bərabər olmalıdır. X üstəgəl 30 üstəgəl 4x üstəgəl 60 bərabər olmalıdır 180'a. Buradan 5x bərabərdir 180 çıxılsın 90. 30'dan 60 90 eləyir. O da eləyir 90. X də bərabərdir 90'ı bölməliyəm 5'ə. 9'da 5 bir dəfə 40'da da 8 dəfə 18. X bərabərdir 18. İndi deməli bu üçbucağı bura təzədən çəkeyim. Tam aydın olmaqdan ötürü. X'i 18 adını yazaq. A, B bu olsun Y, bu da olsun D. İndi bu bucağı x 18 tapmışamsa x üstəgəl 30 olası 48. 48'dirsə deməli buranı da bilmirəm nə qədərdir. Buranı da götürüm alfa. Bizə alfanı tapmaq lazımdır. 4'ü də 18'ə vuranda eləyir 70. O da 30 40 daha doğrusu 30 72. 72'nin üstünə 60 gələndə 132 eləyir. Deməli daxili bucaqların cəmi özü ilə qonşu olmayan xarici bucağın cəminə bərabərdir. Yəni alfa üstəgəl 48 bərabərdir 132'yə. Buradan alfanı tapmaq üçün 132'dən çıxmalıyam 48'i. 12'dən 8 çıxanda 4, 12'dən də 4 çıxanda 8. 84 dərəcə. Bizdən deyil onu soruşurdu. Deməli bucaq A, B, Y bərabərdir 84 dərəcəyə. Bunu da cavab elədi 84 dərəcə. Axırıncı məsələmiz uyğun tərəfləri perpendikulyar olan və dərəcə ölçüləri tam olan iki müxtəlif növlü bucaqların əbubu 9 olarsa bu bucaqlardan böyük olanın ən kiçik qiymətinin dərəcə ölçüsünü tapın. Deməli burada bizə nə deyir? Uyğun tərəfləri perpendikulyar olan iki dərəcələri ölçüləri tam olan iki müxtəlif növlü. Deməli burada iki müxtəlif növlü deyirsə
Məsələn, ikisi də 90 olanmaz. Müxtəlif növlüdürsə, deməli biri kör olmalıdır, biri də it olmalıdır. Çünki 90 olanda artıq bir-birinə bərabər olur. Bunların əbobu deyir 9'dur. Deməli yazıram ki, əbob körü götürüm alfa ilə, itini götürüm beta ilə. Onda yazıram ki, əbob alfa beta bərabərdir 9'a. Bu bucaqlardan böyük olanının ən kiçik qiymətinin dərəcə ölçüsünü tapın. Deməli, burada böyük olanının deyirsə, böyük olanının ən kiçik qiymətinin dərəcə ölçüsünü tapın. Yəni, belə deyim də, bunu qəşəng bölsək biz 90-90. Deməli, bu bərabərdir. İndi bir dənəsinin üstünə 9 gəlirəm. Bir dənəsinin üstünə 9 gəlirəm. Olsun 99. O birindən 9'u çıxıram. Olsun 81. Deməli, bax, bu həmən o kör bucaqlardan, deməli, belə deyim də, ən balacasıdır da 9'a bölünən ən balaca kör bucaqdır. Ona görə də, elə bizə də nə deyir? Bucaqlarının böyük olanının ən kiçik qiyməti. Böyük olan 99'dur. Deməli, 99 bunun ən kiçik qiymətidir. Bir də deyirəm, 90 olsa tam bölünür, amma bu eyni adlıdır, deyil, müxtəlif adlıdır, müxtəlif növlü. 90'dan sonra 9'a bölünən ilk ədədimiz bizim 99'dur. Ona görə deyirəm, məsələnin cavabı dolaşdı burada 99 və başqa variantı yoxdur. Yəni bunu həll eləməklə yox, məntiqlə də tapmaq olar. Bu mövzuda burada yekunlaşır. Sağ olun, növbəti mövzularda görüşərik inşallah.